Salam əziz dostlar, hər vaxtınız xeyirli olsun, gününüz uğurlu olsun, hər birinizə işlərinizə uğurlar, müvəffəqiyyətlər arzu edirəm. Yenə də canlı evlərinizin qonağı MRT İnşaatdayıq. Bizim dəyişməz məkanımız bu gün də bir çox mühüm məsələlər haqqında, avadanlıqlar haqqında siz dostlara dəyərli məlumatlarımızı verəcəyik ki, yalnız seçiminiz sizin də MRT İnşaat olsun ki, yaxınlaşmaqla A'dan Z-yə evinizə, mənzilinizə nə lazımsa rahat şəkildə seçim etməklə yüksək keyfiyyət, münasib qiymətə tam olaraq rahatlıqla nə varsa burada əldə etmək imkanınız var. Və bir daha qeyd etmək istəyirəm ki, havalar isindikcə insanlar artıq təmir tikinti işlərinə başlayırlar ki, onlara da müəyyən məhsullar lazımdır ki, seçməklə MRT İnşaatı onlara da öz mənzillərini daha gözəl görkəmə və rahat, komfortlu şəraitə gətirə bilərlər. Nədən başlayacaq? Bir halda buradayıqsa, onda söhbət açaq, danışaq, bax bu gördüyümüz məhsullardan. Bunlar nələrdir əziz dostlar? Bunlar traplardır. Bu traplar ki, biz bunu həm bina evlərində, həm də rahat şəkildə mənzillərimizdə, həyət, yəni sahələrdə, məhəllə evlərində rahat istifadə edə bilərik. Binalarda bir başqa traplardan istifadə olunduğundan o qədər də bina evlərinə məsləhətli deyil. Ancaq onu qeyd etmək istəyirəm, siz özünüz üçün villa tikirsinizsə və yaxud da məhəllədə hər hansı bir gözəllik yaradırsınızsa, bax bu traplardan istifadə etmək mümkündür. Bunların daha uzun ölçüləri var, daha kiçik ölçüləri var və eyni zamanda qiymətləri də hər birinin üzərində yazılıbdır. 15 manat 60 qəpikdir bu trapın qiyməti və bunları bir-birinə bərkitməklə, bir-birinə bağlamaqla nə qədər məsafəyə istəsəniz rahat şəkildə uzada bilərsiniz. Yağış yağanda həmin bu traplar vasitəsilə sizin həyətyanı sahənizdə, yəni məhəllənizdə su qalmasın və təbii ki, onun burada gördüyünüz kimi aksesuarları və eyni zamanda kanalizasiya lükları da mövcuddur. Burada yerdə var. Bunu lap rahat şəkildə sizə çəkib göstərmək istəyirəm ki, 40-ın 40-a olan kanalizasiya qutusudur ki, qiyməti 39 manatdır. Çox möhkəmdir, ağırlığı da var bunun. Hər tərəfində isə xüsusi olaraq burada dəliklər açmaqla siz həmin boruları bunun içərisindən keçirdib rahat şəkildə kanalizasiyalarınıza paylaya bilərsiniz. Keyfiyyəti olduqca yüksəkdir və kanalizasiyamızın qapaqları da var buradakı. Bu qapaqlardan da rahat istifadə etmək mümkündür. Baxın, çox gözəl bir görkəmi var, biçimi var ki, bu biçimdə siz öz mənzilinizdə bu kanalizasiya qapaqlarından da istifadə edə bilərsiniz. Qonşun yaxşı olsa çəpərə ehtiyac yoxdur. Ancaq elə qonşularımız var ki, həm çəpərə ehtiyacımız var, həm də öz tədbirlərimizi əvvəlcədən görməliyik. Ona görə bunlar rahat şəkildə dörd bir tərəfindən bağlamaq da olur və bunun üzərində qiyməti də var. Əziz dostlar, söyləyəcəm sizə 52 manatdır. Bunun qiyməti 50-nin 50-yədir. Yəni bu kanalizasiya qapaqlarıdır və bunun böyük ölçüləri də var. 60-ın 60-a da var, 70 manatdır, daha sonra 40-ın 40-a bir daha qeyd etmək istəyirəm, 42 manatdır, bir qədər balaca ölçülər də var burada, 10 manatdır, bax kiçik ölçülü, yenə də kanalizasiya qapaqlarıdır ki, 30-un 30-adır, yəni 30-un 30'u olan kanalizasiya qapaqları və onun yumru olan variantları da var. Burada baxın, diametri 40'dır, qiyməti isə 48 manatdır. Bunu dostlara göstərək ki, yumru vəziyyətdədir. Onu da hər iki tərəfindən rahat şəkildə tutub qaldırmaqla qaldırırsınız və orada nə proses baş verdiyindən xəbərdar ola bilirsiniz. Bunu da ən çox məhəllə evlərində, yəni həyət evlərində istifadə etmək mümkündür. 30'luq var, 40'lıq var. Bunun da qiyməti 40'lığın 48 manatdır üzərində var. Və təbii ki, bir daha qeyd etmək istəyirəm, bunun kiçik ölçülüdür. Trap üçün 7 manat 20 qəpikdir. Yəni bunları da bir-birinə rahat şəkildə bağlamaqla istədiyiniz məsafələrə uzada bilərsiniz və biz bunu məhəllə evlərində daha aydın şəkildə görürük ki, tam olaraq üzərindən baxmaqla içərisindən suyun necə axıb keçdiyini rahat şəkildə görmək olar. Plasmasda ancaq buna baxmayaraq olduqca möhkəm materialı var və bu da qiyməti 16 manat 30 qəpikdir. Bax bu trapın burada istədiyiniz zövqünüzə uyğun, istədiyiniz dizaynda traplarımız var və onların təbii ki, aksesuarları da mövcuddur. Bax bu da trapdır, 6 manatdır qiyməti. Bu da birləşmələrdə istifadə olunur. Tək çıxışçısı var, 2 çıxışçısı var, 3 çıxışçısı var. Yəni traplarımız çoxdur maşallah. Kanalizasiya üçün də bax bu
Belə qutular da var. Bunların eyni zamanda böyük ölçüləri var. 60-ın 60-a var, 77 manatdır. Bu da eyni zamanda 50-nin 50-yədir. Bunun da qiyməti 65 manatdır. Daha sonra 40-ın 40-a 39 manatdır. İstədiyiniz ölçüdə, istədiyiniz formada kanalizasiya və traplarımız var. Və daha sonra isə həyət evlərində ən çox lazım olan, istifadə olunan, bizim hər zaman köməyimizə gəlib çatan su nasoslarıdır ki, MRT inşaatda A-dan Z-yə, yəni kiçik ölçüdən ta böyük ölçüyə qədər su nasoslarına rast gələ bilərsiniz və burada bir çox firmaların məhsulları var ki, həmin nasoslar sizin mənzilinizi, su dövriyyəsini, suyu çəkib gətirməyinizi asanlaşdıracaqdır və burada olan su nasosların üzərində hər birinin qiyməti də var. Məsəl üçün 305 manatdır. Bu nasosumuzun qiyməti 335 manatdır və bu nasoslar tam olaraq səssiz işləyir. Əziz dostlar, bu nasoslarla belə deyək, yanınızda yerləşdirsəniz belə 1 qram da olsa bu su nasoslarının səsi çıxmır. Rahat şəkildə sizin mənzilinizə suyu çəkilib gətirə bilər və təbii ki, bax bu nasoslardan da bir qədər danışmaq istəyirəm sizə. Pompalı olan su nasoslardır ki, bunu atırsınız su çəninizin içərisinə. Artıq bu pompa aşağı düşdüyündə avtomatik olaraq bu pompaya məlumat ötürür ki, su azalıbdır, suyu vurmaq lazımdır. Pompa qalxıb artıq yuxarıda duranda avtomatik olaraq yenə bu beyinə siqnal gəlir ki, su tam dolduğundan pompa öz işini, yəni öz görəvini yerinə yetirib ona görə də dayanır. Və eyni zamanda burada bizim belə bir su nasosumuz var ki, ən çox istənilən və axtarılan su nasoslardır ki, bunun alt hissəsində xüsusi olaraq yenə də bir ventil yerləşdirilibdir ki, müəyyən mənada əgər biz həyətyanı sahələrimizdə və ya digər yerlərdə bunun su nasoslarını yerləşdirirsə, bunun alt hissəsinə yarpaq gələ bilər, daş qırıntısı gələ bilər, ağac qırıqları gələ bilər və o tamamilə onu təmizləməklə, məhv etməklə bizim rahat şəkildə istədiyimiz suyu əldə etməyimizə şərait yaradır. Bir çox nasoslarda bu yoxdur, ancaq bu nasosumuzda məsələ onun üstünlərindən biri də odur ki, qiyməti də 205 manatdır. Tam olaraq filtrizasiya eləyir, yəni nə keçirsə qarşısına onu doğrayır, onu xırdalayır ki, nasosumuza başqa problemlər yaranmasının qarşısını alır. Bu isə bizim mənzillərimizdə pompasız olan istifadə etdiyimiz su nasoslarıdır ki, onun da üzərinə mən gidrafonları göstərəcəm sizə, alıb quraşdıra bilərsiniz ki, rahat istədiyiniz məsafədən suyu rahat şəkildə gətirə bilərsiniz. Eyni zamanda burada olan pompalardan bir qədər məlumat vermək istəyirəm ki, bu endirimdə olan pompamızdır. 385 manatdır bu motorumuz. Kanalizasiya sistemlərində daha çox istifadə olunur ki, çirkli sular olduğu halda onu çəkib gətirəndə heç bir problem yaratmaz. Yəni bu motorların iş prinsipi, iş funksiyası bundan ibarətdir. Bunlar isə təmiz suları çəkib gətirmək üçün istifadə olunan bizim su nasoslarımızdır. Və burada da eyni zamanda üzərində pompası olan su nasoslarımız var ki, bunu da bilirik ki, əziz dostlara bir qədər məlumat vermək istəyirəm. İstifadə etdiyimiz zaman da bura qədər suyun içərisində olmağı yetərlidir ki, çünki üst hissəsindən tok sistemi keçdiyindən tam olaraq bunu suyun içərisinə salmaq o qədər də məqsədə uyğun deyil ki, çünki gələcəkdə hər hansı bir problem, fəsad nəticəsində bu su nasosunu sizin sıradan çıxa bilər. Ona görə də müəyyən yerə qədər suyun içərisinə salmaq lazımdır və əgər su sizin nasosunuzdan aşağı düşürsə, bu nasosunuzun qızmasına və yanmasına gətirib çıxarda bilər. Ona görə belə hallara, belə şeylərə diqqətli olmaq lazımdır. Və daha sonra burada bizim nəyimiz var? Kombi üçün su dövriyyəsini artırmaq. Əgər yəni sizin mənzilinizdə su azdırsa, kombi suyu çəkib gətirə bilmirsə, bax bu nasosdan istifadə etməklə su dövriyyəsini artıra bilərsiniz ki, sizin də kombinizdə hər zaman istədiyiniz qədər su olsun. Ona görə MRT inşaatda, əziz dostlar, bu nasoslar eyni zamanda gidrafonlar və daha böyük ölçülü, daha kiçik ölçülü su nasoslarına rast gəlmək olar. Daha sonra burada nə var? Baxın, burada bizim gidrafonlarımız da var ki, bunların üzərinə qoşulmaqla artıq müəyyən mənada siz su dövriyyəsini artırırsınızsa, su çəkib gətirirsinizsə, bunları yenidən elektrik enerjisindən ayırmağa heç bir ehtiyac yoxdur. Çünki onun üzərində gidrafon varsa, müəyyən təzyiqdən sonra artıq gidrafon öz iş prinsipini dayandırır və siz yenidən gidrafonu işə salmaqla növbəti iş
prinsipini həyata keçirirsiniz. Bunda qiyməti üzərində var. Gidrafonun ayrıca qiyməti 28 manatdır. Su nasoslu qiyməti isə 105 manat. Yəni bunlar əgər üzərində gidrafon varsa, elektrik enerjisinə ayırmağa heç bir ehtiyac yoxdur. Özü təzyiqlə suyu vurduqdan sonra dayandırır və su bitdikdən sonra yenidən işə salmaqla bu prosesi davam etdirə bilərsiniz. Daha sonra burada kiçik ölçülü bizim motorlarımız da var. Böyük ölçülü motorlar da var. Bir daha qeyd eləmək istəyirəm. Və digər məsələlərdən biri də hər kəsin istədiyi və axtardığı, bunlar isə həyətyanı sahələri suvarmaq üçün daha gözəl şəkildə istifadə olunur. Bunun biri elektrik enerjisi ilə çalışır, digəri isə yanacaqla çalışan motorlardır ki, adətən biz həyətyanı sahələrimizi və yaxud da müəyyən bağ massivlərimizi sulamaq üçün əgər su əldə etmək istəyiriksə, bizim yanımızdan arx axırsa, hər hansı bir su hövzəsi varsa, onun bir tərəfini həmin o su hövzəsinin içərisinə atmaqla borunu, bir tərəfindən isə rahat şəkildə öz həyətyanı sahəmizə su çəkib gətirə bilərik. Eyni prinsiplə işləyən hər iki motorlarımızdır. Biri sadəcə olaraq elektrik enerjisi ilə çalışır, digəri isə benzinlə işləyən su motorlardır. Elə yerlər var ki, orada elektrik enerjisi olmadığından biz buna üstünlük veririk. Ancaq elə yerlər var ki, tam olaraq elektrik enerjisi olduğundan artıq digərlərinə ehtiyac yoxdur. Daha sonra gəlirik müəyyən yerlər var ki, biz bilirik ki, oradan yerin müəyyən qatından su çıxır. Ancaq biz onu rahat şəkildə çıxartmaq üçün müəyyən əzablı, əziyyətli yollardan keçirik. Ancaq siz bax bu gördüyünüz su nasosundan istifadə etsəniz, bu problem aradan qalxacaqdır. Qiyməti 415 manatdır. Bunun da diametri ölçüləri mövcuddur ki, siz də bunlardan alıb istifadə edə bilərsiniz. Yəni kaçalkalarda istifadə olunur, artizan, yeraltı suları çəkib üzə çıxartmaqdan ötürü bax bu müasir avadanlıqlar bu günümüzdə çox aktualdır və bunların suyu sovurma, yəni suyu çəkib gətirmə qabiliyyəti olduqca yüksəkdir. Ümumiyyətlə su motorlarında bir iş prinsipi var. Bunu da dostların diqqətinə çatdırmaq istəyirəm ki, siz hardan hara, hardan necə suyu vurmaq haqqında düşünürsünüzsə, elə motorlar var ki, onların sovurması zəif, vurması güclüdür. Elə motorlar var ki, vurması güclü, sovurması zəifdir. Ona görə bütün bunlara diqqət etmək lazımdır ki, biz hər hansı bir su hövzəsindən su çəkiriksə, motoru ona daha yaxın yerləşdirməliyik, yoxsa motoru ondan daha uzaqda yerləşdirməliyik. Çünki bu motorlarda üzərində də xüsusi birkalar var və bu birkaların üzərində tam olaraq sizə məlumatlar verir ki, bunun sovurması nə qədərdir, vurması neçə metrdir, sovurması neçə dərinlikdən gətirib çıxarda bilər. Yəni bunlar haqqında üzərində olan motorların bu xüsusi barkodlar var ki, onu oxutmaqda və yaxud da xüsusi lövhə var ki, onun da üzərində bütün məlumatlar artıq burada qeyd olunub. O səbəbdən siz də əziz dostlar, MRT İnşaata yaxınlaşırsınız. Burada olan mütəxəssislər sizə tam olaraq yaxından xidmət etməklə köməklik göstərəcəklər. Yetər ki, siz o yaşadığınız vəziyyəti tam aydın, gözəl şəkildə izah eləyə bilərsiniz və 365 gün MRT İnşaatda sizin lotereya qazanmaq şansınız var və hətta avtomobil, onu qeyd etmək istəyirəm ki, hər 50 manatlıq alış-verişdə bir kupon sizə veriləcək. Orada ad, soyad, əlaqə nömrəsi, ünvan yazmaqla sehirli qutunun içərisini açırsınız və zəfər günü ilə bağlı bizim özəl bir lotereyamız həyata keçiriləcək. Ümumən bundan sonra nə qədər lotereya olacaqsa, hər birində sizin Niva markalı avtomobil udmaq şansınız və ondan başqa çox böyük dəyərli hədiyyələr də əldə edəcəksiniz. Əgər pulunuz yoxdursa, bir daha qeyd eləmək istəyirəm, heç də məyus olmağa ehtiyac yoxdur. Tək şəxsiyyət vəsiqəsi ilə yerində kredit şərtlərini həyata keçirməklə siz rahat buradan alış-veriş edə bilərsiniz. Bir kart və taksit kart da keçərlidir ki, MRT İnşaatda sizə heç bir zaman yox söylənilməyəcəkdir. Gündəlik olaraq endirimlərimiz var. Bu endirimlərdən yararlanmaq üçün, məhsullarımız haqqında müəyyən məlumatları əldə etmək üçün, bax belə çəkdiyimiz video paylaşımları izləmək üçün bütün sosial şəbəkələrdə bizi görə bilərsiniz. Bundan əlavə şərh bölməsinə rəylərinizi də yazıb göndərməyiniz məqsədə uyğundur. Eyni zamanda bizim paylaşımları da paylaşın ki, digər dostlar da bundan məlumatlı olsunlar. Biz mütəmadi olaraq canlı siz dostların görüşünə gəlirik ki, siz də burada olan məhsullar haqqında ətraflı məlumatlar əldə edəsiniz. Həm endirimli məhsullarımız haqqında, həm də ən yenilənən, ən yeni gələn bütün məlumatları biz siz tamaşaçılara ötürürük. Ona görə ki, bizimlə bir qalın, bərabər qalın ki, bütün bölmələr haqqında mütəmadi olaraq biz sizə məlumatlarımızı verək. Bura MRT İnşaatdır. Nə etmək lazım dostlar? Gəlin ki, birlikdə tikək, mənzilimiz daha gözəl olsun.